Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm yenidən sosial şəbəkələrdə gündəm olub. Xəbər verilir ki, bir neçə il əvvəl hərbi mövzuda çəkilmiş rəsmin SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Svigunun həyat yoldaşı Rozalina Sviguna hədiyyə edildiyini yazıbmış. Həmin şəkildə qırmızı mürəkkəblə əziz və çox qiymətli Roza xalaya ilhamdan 1969-cu il sözləri qeyd edilib. Bildirilib ki, rəsm barədə illər sonra General Svigunun nəvəsi Violetta Nichkova paylaşım edib. Nichkova nənəsinin Bakıda keçirdikləri illərlə bağlı generalsvigun.ru saytında yayılmayan xatirələrində Əliyevlər ailəsi ilə dostluq münasibətlərindən bəhs edib. O qeyd edib ki, ailəsi Heydər Əliyevin həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb. Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bugün də qalıb. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var. Onlardan biri Heydər Əliyevin oğlu 8 yaşlı İlhamın Svigunlar ailəsinə göndərdiyi şəkildir.